Bir sual paylaşmışdıq. İndi isə onun cavabına və izahına baxaq. Qeyd edeyim ki, oktyabr ayının 21-i bizim növbəti qrupumuz açılır filoloqlar üçün. Həm MİQ, həm sertifikasiyaya hazırlaşan filoloqlar onlayn dərslərimizə qoşula bilərlər. Dərslər Zoom proqramında keçilir. Eyni zamanda sizə həm Zoom dərslərinin, həm digər videoların linki göndərilir. Plus ev tapşırıqlarının hər birinin izahı göndərilir. İstər ERM olsun, istər Vüqar Hüseynov test bankı olsun. Plus da bizim onlayn sınaqlarımız var, sırf dərs qruplarımız üçün. Həmin sınaqların linki və onların izahı göndərilir. Qrup haqqında ətraflı məlumat əldə etmək üçün və yaxud da dərslərə qeydiyyatdan keçmək üçün 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Sual belə idi ki, xəyali cümlə haqqında 2 məlumatımız var və bu dəfə sizə nümunə təqdim olunmayıb. Siz özünüz bu məlumatların əsasında düşünməlisiniz ki, həmin cümlədə nə ola bilməz və yaxud da nə ola bilər. 2 dənə şərt budur. Sözlərin heç birində 4 variantlı şəkilçi yoxdur. Cümlədə isim, sifət yoxdur. Bu cümlə haqqında nəyi əminliklə demək olar? Həmin cümlədə ismin çıxışlıq halında işlənən söz yoxdur. Buna əminliklə deyə bilərikmi? Xeyr. Yəni sözün çıxışlıq halda olması üçün məcbur deyil ki, o isim olsun. İsimləşmiş başqa bir sözdə ola bilər və yaxud da şəxs əvəzliyi ola bilər. Məsələn, səndən sonra gedərəm. İşlətdim. Bu 2 şərt də ödəndi, həm də çıxışlıq halda söz işləndi. Başlanğıc formasına qrammatik şəkilçi daxil olan söz yoxdur. Bu hansı halda mümkündür? Gil, sız, dakı, ki. Bu şəkilçilər olmalıdır. Ki, bunların əvvəlində qrammatik şəkilçi işlənə bilsin. Yəni, bunlar leksikdir. Bunlardan qabaq qrammatik gələ bilir. Bu zaman sözün başlanğıc formasına qrammatik şəkilçi daxil olur. Bizə deyir ki, 4 variantlı şəkilçi yoxdur sözdə. Deməli, sızla ki yoxdur. Və cümlədə isimdən sifət də yoxdur. Gil həmişə isim düzəldir, dakı həmişə sifət düzəldir. Deməli, bu şəkilçilər də yoxdur. Bu şəkilçilər yoxdursa, deməli, leksik şəkilçinin əvvəlində qrammatik şəkilçi işlənə bilməz. Bu zaman, deməli, başlanğıc formasına qrammatik şəkilçi daxil olan söz də olmayacaq. 100%. Düzgün cavab B. Bütün sözlər quruluşca eyni növdədir. Xeyr. Hətta 3 növdə də ola bilər sözlər. Mürəkkəb söz yoxdur. Yanlışdır, ola bilər. Mənalarından biri isim olan amonim söz yoxdur. Bu da çaşdırıcı bir məqam idi. Səhv yazanların çoxu bunu yazmışdı. Deməli, fikirləşə bilərsiniz ki, isim yoxdursa, necə bu mənalarından biri isim olsun? Yəni, amonim sözdür. Tutaq ki, bir mənası feildir.